Ermənilər demarkasiya, delimitasiya ilə bağlı da gülünç məsələlər ortaya qoyurlar. Bilirsiniz ki, məsələ aktualdır. Azərbaycan Ermənistanla sülh müqaviləsinə doğru gedir. Baxmayaraq ki, Azərbaycan o qədər də həvəsli olmamalıdır sülh müqaviləsi ilə bağlı. Çünki Azərbaycan hələ də torpaqlarının bir hissəsi Qərbi Zəngəzur, Ermənistanın özü Azərbaycan torpaqları da hələ də Ermənistanın nəzarətindədir. O qədər də həvəsimiz yoxdur bizim, həvəsimiz olmamalıdır ən azından. Amma hər halda Azərbaycan sülh prosesinə, dünyanın tələblərini nəzərə almaqla, dünyada gedən prosesləri nəzərə almaqla, beynəlxalq öhdəlikləri nəzərə almaqla sülh mövqeyindən çıxış edir. Amma bu ermənilər indi hansı mövqedən çıxış edir və Azərbaycan da bu sülhə gedən yolun içərisində delimitasiya və Ermənistanla delimitasiya və demarkasiya məsələlərini ortaya qoyur. Yəni bunun da kökündə o dayanır ki, son işğal, hərbi əməliyyatların gedişində, hərbi təcavüz nəticəsində Azərbaycanın bir sıra əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Hələ də Ermənistanın silahlı qüvvələri nəzarəti altındadır. O delimitasiya və demarkasiya nəticəsində Azərbaycana qanuni şəkildə qaytarılmalıdır. Bu Qazaxın 3 kəndidir, eyni zamanda Naxçıvan Sədələyin bir kəndidir, Kərki kəndidir. Bunların geri qaytarılması, onlardan yəni deyək ki, 4 kənd artıq Qazax rayonunun ərazisindən 4 kənd qaytarıldı, bu qaytarılmalıydı, məntiqli bir şeydir bu. Bunun Azərbaycan tələb edir, sülhün əsas şərtlərindən biri kimi və digər istiqamətlərdə də dəqiqləşdirmələr getməlidir. Yəni Laçın istiqamətində, Kəlbəcər istiqamətində, Sovet dövrü deyilən işğal dövründə Azərbaycanın torpaqları qeyri-qanuni olaraq kəsilib Ermənistana verilibdir. Bunların geri qaytarılması ilə bağlı Azərbaycan hüquqa söykənir, beynəlxalq hüquqa söykənir məsələlər qoyur. Amma bu ermənilər indi qoyurlar ki, güya onların da bizə hansısa bir iddiası var. Güya biz də onların torpağını işğal eləmişik. Qəribədir ki, bu Paşinyan güya sülhə doğru gedir. Sülh tərəfdarıdır. Bu tərəfdə həm ağ yalan danışır, eyni zamanda Azərbaycançı işğalçı deyir. Azərbaycan məntiqsiz ifadə nədir? Özlərini qismən işğalçı etiraf edirlər bunlar. Qismən. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıblar, hələ qismən. Yəni budur bunların sifətsiz, simasızlığı. Güya hər yerdə Paşinyan təriflənir ki, belə dırnaqarası biz deyirik ki, bu başa düşən adamdır, başa düşən ermənidir. Başa düşən erməninin hamısını başına daş düşsün, yaxşısının. Yəni yoxdur burada, yaxşı erməni yoxdur. Bunların güya yaxşısı budur, bu da bu cür sayaqlı. Hələ biraz güclənsə görün. Kimlərsə dəstək alsa görün Azərbaycan qarşı hansı önlərdən çıxacaqdır. Bunu gördük, bunlar güya Azərbaycan qarşı hansı ərazi iddiasında da bulunurlar və belə bir ifadə işlətdi ki, deməli, Artsşaven deyirlər onlar, Qartal yüksəkliyi, mənası təxminən belədir, Qartalların yurdu. Eyni zamanda bizim başkentlə bağlı, qısaca demişəm dəfələrlə bir daha deyirəm ki, bu Azərbaycan ərazisi 19-cu əsrdə burada Qazax bölgəsindən insanlar köçüb yaşamaya başladı 19-cu əsrin ortalarında və bu Azərbaycanın ərazisi idi. Sadəcə biraz dağlıq ərazi olduğuna görə gediş-gəliş yoxdur. Və Azərbaycanın orada köç sarandan sonra, yaşayandan sonra yavaş-yavaş hələ Çar Rusiyasının dövründə ermənilər də oraya gəlib heyvan saxlayırdılar, heyvanlarla məşğul oldular. Sonra yavaş-yavaş bəziləri qaldı orada. Sovet dövründə də onlara biraz kömək elədilər ki, orada qalsınlar. Bu bizim torpağımızdır, bu torpağımızı özümüzə qaytarmışıq və haqqı, ədaləti bərpa eləmişik. Sizin başkəndə heç bir haqqınız yoxdur. Digər tərəfdən isə, əgər siz bu cür sarsaq iddialardan çıxış edəcəksinizsə, Azərbaycanın tam haqqı var ki, bütün Ermənistana ərazi iddiasını ortaya qoysun. Ərazi iddiasının bütün Ermənistan üzərində haqqımız var ki, 1918-ci ildə qeyri-qanuni olaraq İrəvan və ətrafı ermənilərə verilibdir. Digər ərazilərdə sonralar qeyri-qanuni verilibdir. Onu gördüm, mən isə verir ki, bu günləri Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların qarşısında Ermənistan deyilən Qərbi Azərbaycanın bütün əraziləri ilə bağlı ərazi iddiasını ortaya qoymalıdır.